Eyni piştaxtada satılan quzu ətləri arasındakı qiymət fərqi diqqət çəkir. Çəkisi 17-20 kiloqram olan iri çəkili quzuların əti əsasən 20-21 manata satıldığı halda 10-12 kiloqramlıq əmlik heyvanın kiloqramı 23-25 manata qədər yüksəlir. Satıcılar bildirirlər ki, qiymət çəkiyə, quzunun növünə və alış qiymətinə görə formalaşır. Ümumiyyətlə biz satdığımız quzuların hansısa çəkisi olur 19, 18, elə olur 20 olur. 21-ə satırıq, amma əmlik quzular olanda körpə quzular 12, 13 çox quzular biraz baha olur. Neçə olur? Kilosu 23-ə, 24-ə, baxır da məsələn dükanlara da fərq var. Dükan var 25-ə satır, dükan var 23-ə satır. Əsasən kəssən 15, 17, 18 kiloluqdur. Yəni iri quzular. İri quzular, bəli. Onları neçəyə verirsiniz? 21 manat. 21 manat. Əmlik heç sifariş olur? Sifariş az olur. Bahadır, 24-25 manatdır. Yoxdur. Ümumiyyətcə tapılmır da. Az, qıtdır da. Yəni nə bilim ayda ilə bir dənə olur, qıtdır gəlmir. Və böyük quzular çox olur. Qəssabların sözlərinə görə əmlik quzular daha az tapılır. Buna görə də onları əsasən sifariş əsasında gətirərək kəsib satırlar. Satıcılar bildirirlər ki, əmlik quzu ilə iri çəkili quzu arasındakı əsas fərqlərdən biri də ətin daha yumşaq və dadının fərqli olmasıdır. Ümumiyyətcə körpə quzu baha olur, baha gəlir. Niyə baha olur? Yəni bir də alıcı onu necə bilsin o fərqi? Qıtlığına görə baha olur. Alıcı da belə quzuya baxanda bilir ki, məsəl üçün çəkisinə baxanda bilir. İri quzu ümumiyyətcə bilinir ki, iridir. Baxanda istəyirsən ki, iri quzudur. Balaca quzuda heç də balaca olur. O bilinir də, balaca böyüklüyünü bilinir ki, yəni bu xırda da böyükdür. Ən çox elə buna üstünlük verirlər də. Xırda baha denən gəlmir. Dadı necə olur? Yəni əmlik də fərqi var? Bəli, var. Əmlik yaxşıdır olmalı, o da baha tapılmır. Qiymət artımı alıcıların seçimlərinə də təsir edib. Onlar deyirlər ki, əvvəlki illərlə müqayisədə eyni məbləğə daha az ət almaq mümkün olur. Xüsusilə əmlik quzunun əti artıq hər büdcəyə uyğun məhsul sayılmır. İndi 5 kilo quzu ət alanda əvvəl bir heyvan alırdın, quzuyu diri alırdın. İndi o 5 kiloya verdiğini bir diri quzu alırdın. İndi çox bahadır. Qeyd edək ki, son aylarda ölkəyə ət idxalı da artıb. Bu isə bazarda təklifin azalmasının qarşısını alan amillərdən biri hesab olunur. Əks halda xüsusilə yerli istehsaldan asılı olan quzu ətinin qiymətinin daha da baha olması istisna deyildi. İslam Əşrəfov, Samir Qasımov, Şəbnəm Qurbansoy, Xəzər xəbər.